Bugün Azərbaycan Respublikasının şəhid Vətən müharibəsi qəhrəmanı Qaflanov Şamirin şəhadət olduğu gündür. 27 sentyabr 2020-ci il Vətən müharibəsi başladığı zaman öndə döyüşən təbii ki orduydu. Zabitlərimiz və əskərlərimiz idi. Qaflanov Şamir də bir xüsusi təyinatlı kimi, bir zabit kimi döyüşlərə qatılmışdı. Bir çox rayonların işğaldan azad olunmasında, kəndlərimizin işğaldan azad olunmasında qəhrəmanlıq göstərən Qaflanov Şamir qısa bir müddətdə düşmənin kabusa çevrilmişdi. Lakin 19-cu 10-cu ay 2020-ci ildə qəhrəmanlıq üçün son döyüş oldu. Qızğın gedən döyüşdən nəticəsində qəhrəmancasına şəhid oldu. Məhz qəhrəmanımızın qəhrəmanlığını nəzərə alaraq Ali Baş Komandan İlham Əliyev cənabları Qaflanov Şamir Vətən müharibəsi qəhrəmanı adı ilə təltif etdi. Biz də Milli Qəhrəmanlar Təşkilatı, Vətən müharibəsi qəhrəmanlar təşkilatı olaraq qəhrəmanımızın ailəsinə başsağlığı veririk. İnşallah haqq dünyasında qəhrəmanlıqla görüşməyi Allah bizə nəsib edər. Allah rəhmət etsin.